Danışırıq təsərrüfatın sahəvi quruluşundan. Deməli, ölkələrin inkişaf səviyyəsinə görə orada yaşayan əhali təsərrüfatın 4 sektorunda çalışa bilər. Demək, birinci sektora aiddir faydalı qazıntıların hasilatı, yəni çıxardılması, kənd təsərrüfatı, meşə tədarükü. Bu birinci sektordur və inkişaf etməkdə olan ölkələr üçün xasdır. İkinci sektorda isə bu çıxarılan faydalı qazıntıların emalı ilə məşğuldurlar ki, biz də ora aidik. Üçüncü sektor xidmət sahəsidir ki, hansı ki, orada səhiyyədir, tibbdir, turizmdir, bankdır və s. Dördüncü sektor isə, demək, bu süni intellekt, informasiya texnologiyaları 4-də də ora daxildir. 3 ilə 4 daha çox inkişaf etmiş ölkələrdədir, 1 ilə 2 isə inkişaf etməkdə olan ölkələrdədir. Deməli, danışaq emal sənayesindən, görək burada nə var, nə yox. Emal sənayesində deməli, elmi-texniki tərəqqi, elmi-texniki inkişaf dövründə emal edici sənayenin sahəvi və ərazi quruluşunda əsaslı dəyişikliklər baş veribdir. Xüsusilə maşın qayırma, elektroenergetika, kimya sənaye sahələri daha sürətlə inkişaf etməyə başlayıbdır. Baxın, bu 3 dənə sahəyə avangard üçlük deyilir. Maşın qayırma, elektroenergetika, kimya. Çünki bunların artım sürəti güclüdür və ən çox insanlar bu sahələrdə çalışır. Gəlin, baxaq görək emal sənayesinə nələr daxildir. Emal sənayesinə başlayaq energetika ilə. Energetika 2 yerə bölünür. Yanacaq energetikası, bir də elektroenergetika. Yanacağı təmin eləyir neft, qaz, kömür, torf, yanar şist, quru odun. Elektrikə aiddir istilik elektrik stansiyaları, su elektrik stansiyaları, atom, günəş, qabarma, geotermal, külək. İstilik elektrik stansiyaları dünyada energetikanın 63%-ni təşkil edir və 2 yerə bölünür. Direslər, İEM-lər. Dires dövlət rayon elektrik stansiyasıdır. Sırf yəni elektrik enerjisi istehsal edir. İEM isə həm su buxarı, bu kombinin içindəki kimi də belə, həm deməli əhalini istiliklə təmin eləyir, həm də elektrik enerjisi ilə. Yəni 2 yerə bölünür. İES-lər ümumiyyətlə nisbətən ucuz başa gəlir, lakin qiymətli yanacaqdan, yəni ki, mazutdan, qazdan istifadə eləyir və ekologiyanı korlayır. SES-lər deməli dünyada 20% elektrik enerjisini ödəyir, tikintisi baha başa gəlir. Amma mənfi cəhəti odur ki, demək, SES-i hər yerdə tikmək mümkün deyil. SES tikmək üçün gərək orada çay ola. SES-ə görə Latin Amerikası, yəni Braziliya, Argentina, Kanada, Norveç, İsveç, Albaniya, Avstriya, Yeni Zelandiya fərqlənir. Haradakı çay çoxdur o ərazilər. Sonra, dünyada ən nəhəng SES yansız çay üzərində tikilibdir, 3 dərə SES-idir və bilirik ki, həmin SES dünyanın ən böyük qurğularındandır. Həmin SES-in tikintisi zamanı Çində milyonlarla insanı həmin ərazidən köçürtməyə məcbur qalmışdılar. Ancaq tikilməmişdən əvvəldə, yəni çayın suyu daşırdı, bütün təsərrüfat obyektlərini, yaşayış məntəqələrini basırdı. Tikəndən sonra isə müsbət hallar baş verdi. Gəlin, indi testdə qabağımıza çıxan bu su anbarları ilə tanış olaq. Grand Coulee Kolumbiyada, ABŞ-da, Kolumbiya çayı üzərində. Bilirik, Kolumbiya, Colorado dünyanın ən böyük kanyonlu çaylarıdır. Itaipu Parana çayı üzərində, Cənubi Amerikada. Ben demişdim ki, P-da. Itaipu hardadır? Paragvay çayının üzərində. Bir də Parananın üzərində Iguasu şəlaləsi var idi. Iguasu. O da Braziliya, Argentina arasındaydı. Deməli, Itaipu, Paragvay, Braziliya arasında, Iguasu, Braziliya, Argentina arasında. Yenisey çayı üzərində Sayan Şuşensk, Rusiya. 3 dərə SES-i dedik ki, yansızı üzərində Çində. Zambezi üzərində 2 dənəsi var. Caborra Bassa, Kariba. Victoria ilə Asuan. Asuana Nasir su anbarı da deyilir. İkisi də Nil çayı üzərindədir. Deməli, Misirlə Sudanın ərazisində idi Asuan. Volta çayı üzərində Volta SES-i, o da Qanadadır, Afrikada. Dedik bunu da. Sonra AES-lərə keçdik. AES-i o ərazidə qururlar ki, orada elektrik enerjisinə tələbat çoxdur, amma elektrik enerjisi təminatı üçün bir xammal yoxdur. Məsəl üçün, SES yoxdur ki, su anbarı tikələr. Belə ərazilərdə AES tikməyə məcbur qalırlar. Tikintisi baha başa gəlir və ətraf əraziləri çox çirkləndirir.
Ən iri AES-lər ABŞ, Fransa, Yaponiya, Rusiya, Belçika, Almaniya, İsveçrə kimi inkişaf eləmiş ölkələrdədir. Bir də deyək, ABŞ, Fransa, Yaponiya, Rusiya, Belçika və testdə ən çox düşür Belçika, Yaponiya, İsveçrə. Buralarda AES-lər üstünlük təşkil edir. Ancaq Çernobıl qəzasından sonra AES-lərin sayı xeyli azalıbdır. Bu da belə. Sonra demək, neftin daşınma istiqamətlərinə baxaq. Neftə görə demək, təbii ki, ərəb ölkələri görürük ki, böyük bir pay tutur. Sonra əlbəttə ki, Qvineya körfəzi ətrafında Afrika ölkələri, Venezueladır, Meksika, Kanada. Şimal dənizindən hansı ölkələr neft çıxarırdı? Norveç, Niderland, Britaniya. Sonra burada Çində, Böyük Çin düzənliyində var idi. Rusiyada Qərbi Sibir düzənliyində neft çıxarılırdı. Şimali Afrikada çıxarılırdı. Əlcəzair, Liviya. Bunlardan daşınır hara? Harada ki, ehtiyac var ora. Yaponiyaya, Qərbi Avropaya. ABŞ-ın özündə neft olsa da nefti yenə alır. Çünki həm özündəkini tükətmək istəmir, həm də başqa ölkələrdən almaq ona ucuz başa gəlir. Qaza baxaq. Qaza görə fərqlənən ölkələr. Görürük ki, Rusiya, ərəb ölkələri, sonra Kanada, deməli ABŞ, Kanada, Meksika, Venezuela, Argentina, sonra burada Şimal dənizi sahillərində Norveç idi, Niderland, Böyük Britaniya, əlbəttə ki, Əlcəzair, sonra isə baxaq, Cənub-Şərqi Asiya ölkələrində də var, hətta burada Avstraliyada da var və oradan Yaponiyaya daşınır. Neftə görə seçilənlər də bunlar idi. Gəlin kömürə baxaq. Kömürün daşınma istiqamətləri və demişdik ki, qaza görə inkişaf etməkdə olan ölkələr seçilir, neftə, kömürə görə inkişaf etmiş ölkələr. Məsələn, Polşa, Almaniya, Türkiyə, Ukrayna, sonra ABŞ, Kanada idi. Burada Kolumbiya, Cənub-Şərqi Asiyada Zelandiya, Avstraliya, Car, Hindistan, Çin kömürə görə fərqlənən ölkələr idi. Daha sonra metallurgiya sənayesindən danışsaq. Metallurgiya iki yerə bölünür, qara və əlvan metal. Qara metallar deməli ağır olur və harda çıxarılırsa orada emal olunur. Ağır olan bir materialı aparmaq sərf eləmir, xərci çox olur. Ona görə də harda çıxarırlar, orada emal eləyirlər, xam mala meyl eləyir. Əlvan metallar, məsəl üçün deyək, boksit. Boksiti demişdik ki, harda çıxarılırdı? Yamayka, Surinam, Qayana və s. kasıb ölkələrdə. Harda emal olunurdu? Hardakı elektrik enerjisi boldu, hansı ölkələr idi? O varlı ölkələr. Demək, boksit kimi əlvan metallar ucuz elektrik enerjisi mənbəyi olan ölkələrə meyl edir. Qara metallurgiya isə xam mala meyl edir. Daha sonra demək, qara metallurgiyanı dedik. Bir də ki, uşaqlar, belə bir söhbət var ki, inkişaf etmiş ölkələr, elə bir ki, özlərində olanı, bu hansı ki, ekologiyanı korlayan sahələri aparırlar inkişaf etməkdə olan ölkələrə. Və buna da ekoloji təcavüz deyilir. Elə bil öz ölkələrinə qıymadıqlarını başqa ölkələrə rahatlıqla qıyırlar, onların ekologiyasını korluyurlar. Buna da ekoloji təcavüz deyilir. Qazıntı yataqlarının deməli işarələrinə mütləq baxırsınız, testdə düşür. Bu dəmir filiz idi, bu içi qara olan uzunsov nefti idi, içi boş uzunsov qaz idi. Daş kömür, sonra manqan elə baxın, elə tərsinə M hərfinə oxşuyur. Xroma baxın, elə X hərfinə oxşuyur. Bentonit gili. Azərbaycanda da ən çox yayılan qazıntı bentonit gilidir. Bunlar belə. Sonra bax, bu qızılın işarəsi idi, yarısı dolu. Sonra içi boş olan civənin işarəsi idi. Bunlar da belə. Sonra baxaq buradan, deməli, dəmir filiz yataqlarına ABŞ, Kanada, Braziliyanı görürük. Rusiya, Çin, Hindistan, Avstraliya, Car, Ukrayna, Qazaxıstanı görürük. Neft yataqları, kömür yataqlarından görürük, deməli, ABŞ. ABŞ-da göllər ətrafındaydı. Kanadada hardaydı? Kanadada Labradordaydı. Sonra Ukraynada Krivoy Rog. Sonra Qazaxıstanda Kustanay dəmir filizi yataqları idi. Sonra dəmir filizi dedim, kömür yataqları, kömürü göstərdim isə. Nəysə. Sonra manqanla xrom. Xroma görə Türkiyə seçilirdi. Dedik, Cənub-Şərqi Asiya nəyə görə seçilirdi? Qalay, Wolframa görə. Mis qurşağı hardaydı? And ölkələrində və Mərkəzi Afrika ölkələrində idi. Sonra baxaq aşağıda. Əlvan metallar.
Əlvanlar alüminium, maqnezium, titan, ağırlar mis, sink, qurğuşun, qalay, nikel. Aha, bunlar da belə. Boksitə görə hansı ölkələr fərqlənirdi? Əlbəttə ki, Yamayka, Surinam, Gayana, Braziliya. Ən çox boksit Avstraliyada idi. Burada da var Fransada, Rusiyada, Çində həmçinin boksit yataqları. Baxın, boksitə görə görürsünüz, ən çox Avstraliyadadır. Ən böyüyü oradadır, ən çox yatağı. Sonra baxın, mis qurşağını verib burada. Misə görə Peru, Çili, Kongo, Zambiya dedik. Daha sonra kimya sənayesinə baxaq. Kimya sənayesi bölünür, demək, mədən kimyasına. Mədən odur ki, yəni oradan kimyanın şeyin çıxarılması, qazıntının çıxarılması. Duz, kükürt, fosforit, apatitin hasilatı, yəni çıxarılması. Əsas kimya, turşu, duz, qələvi, mineral, gübrə. Üzvü sintez, plastik, kütlə, spirt. Polimerlər kimyası, süni sintetik materiallar. Məişətə əczaçılıq kimyası, məişət, ətriyyat kimyası. Sonra deyir ki, üstünlüyü nədir kimya sənayesinin? Süni materiallar istehsal edir. Kənd təsərrüfatında məhsuldarlıq artır. Nəyin hesabına? Gübrələrin, kimyəvi gübrələrin hesabına. Xam mal bazası tükənmir. Mənfi cəhəti odur ki, ətraf mühiti çirkləndirir. Kimyəvi məhsullar təbiətdə özlə çətin yoxa çıxır. Maşınqayırma bölünür 3 yerə. Ağır, ümumi, dəqiq. Burada asanlı bir dənə onu nəzərinizə çatdırım ki, ağırı energetikadır, dağ, mədən, yol tikinti, sənaye, avadanlıq istehsala aiddir. Nəqliyyat maşınqayırmasını əlbəttə ki, maşındır, avtomobil, yəni qatar, təyyarə, traktor filandır kənd təsərrüfatında. Bir dənə burada yadda saxlayırsınız bu dəzgah qayırma söhbətini. Elə bilirik ki, dəzgah qayırma ağır maşın qayırmadadır, amma yox, dəzgah ümuminin içindədir. Bu birisi lap asandır. Elektrotexnika, cihaz, robot, elektrik, elektron hesablayıcı avadanlıqlar. Meşə bölünür 2 yerə. Mexaniki emal, kimyəvi emal. K-da, K-lar kağız, karton, skipidar, kanifol. K-lar kimyəvidədir. Spirtli boyadır bundan əlavə. Mexaniki də ki, taxta şalbandır, şpaldır, fanerdir, mebeldir, ağacdır. Bu da mexaniki emaldadır. Asan bir şeydir, qutardı getdi. Yüngül sənaye də çox asandır. 3 yerə bölünür. Toxuculuqdur, tikişdir. Xəzdəridir. Toxuculuğa nə olacaq? Pambıq, kətən, yun, ipək, xalçaçılıq falan. Tikişədəki tikiş məhsullarının istehsalı, təmiri, qalanladakı dəri, xırdavat, xəz məhsullar, ayaqqabı qutardı getdi. Yeyintidəki çörək pişirmə, makaron, o bu. Bu da asan bir şeydir. Gələk 3-cü sektora, xidmət sahəsi. Xidmət sahəsi deməli, inkişaf eləmiş ölkələrdə daha çox üstünlük təşkil edir demişdik. ABŞ, Kanadadır, İsrail, Avstraliya, Qərbi Avropa ölkələrinin təsərrüfat strukturunun xidmət sahələrində işləyənlərin nisbəti 70%-ə qədərdir. Amma geridə qalmış ölkələrdə deyir ki, iqtisadi cəhətdən fəal əhalinin 5-20%-i 3-cü sektordadır. Yəni, çoxsu nə ilə məşğuldur? Faydalı qazıntı çıxartmaqla, nə bilim, onları emal etməklə və s. Aha, indi gəlin baxaq xidmət sahəsində deyir ki, fayda verən, rahatlıq yaradan sahələrə. Xidmət sahələri müxtəlifdir. Bölünür neçə yerə baxırıq? 4 yerə. Demək, infrastruktur xidmətlərinə aiddir. Nəqliyyat, rabitə, elektrik, su, qaz təchizatı və təmiri. Deməli, nə oldu? İnfrastruktur. Yəni ki, özək budur. Nəqliyyat olmasa, rabitə, elektrik, su, qaz olmasa, xidmət sahəsi yoxdur deməkdir həmin ərazidə. Fərdi xidməti nədir bəs? Demək, istirahət əyləncə, bərbər, dərzi, kimyəvi təmizləmə, mühafizə xidməti. İşgüzar xidməti nədir? Bank, marketinq, reklam, hüquq məsləhətxanası. Sosial xidmətlərdə vətəndaşların təhsili, səhiyyəsi, idmanı, mədəniyyəti və s. Bu da belə. Sonra burada baxırıq. Maddi və qeyri-maddi istehsal sahələri. Maddi və qeyri-maddi istehsal sahələrinə maddi odur ki, istehsalda maddi nemətlər yaradan, onu istehlakçıya çatdıran bütün sahələri əhatə edir. Bura sənaye, kənd təsərrüfatı, tikinti, tədarük sahələri daxildir. Qeyri-maddi odur ki, insanların mənəvi tələbatını ödəsin. Səhiyyədir, təhsildir, elmi tədqiqatdır.
Bura bunlara aiddir. Maddi istehsalın deyir, ən mürəkkəb sahəsi sənayedir. Sənaye iki qrupa bölünür. A qrupu, B qrupu. A qrupunda istehsal vasitələri istehsal edən, digər məhsulları istehsal etmək üçün istifadə olunan avadanlıqlar aiddir. B qrupunda isə yüngül, yeyinti, qida sənayeləri, yəni ağır sənayelər A qrupundadır. Məsələn, maşın qayırma filan, elektroenergetika. Amma B qrupunda nədir? Yüngül, yeyinti, qida sənayesi.